Salam uşaqlar, bugün biz sizlə Azərbaycan dili fənnindən leksikologiya bölməsindən hansı ki təkmənalı və çoxmənalı sözlər, sözün həqiqi və məcazi mənası mövzuların izahını verəcəyik. İzaha keçməzdən öncə sizdən bir xahişim olacaq. Kanalımıza abunə olub, videolarımızı bəyənməyi unutmayın. Və onu da deyim uşaqlar, bizim ödənişli qruplarımızla bağlı artıq qeydiyyatımız davam edir. Qeydiyyatımız başlamışdı. Sentyabr ayının ilk həftəsindən artıq dərslərimiz qruplarımızda başlayacaqdır. Ödənişli dərslərimizə qeydiyyatdan keçmək üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Və keçid eləyək izahımıza. Sözün həqiqi və məcazi mənası və təkmənalı və çoxmənalı sözlərin izahına baxacaq. Uşaqlar, biz əvvəlki dərsimizdə leksikologiya bölməsindən bəhs eləmişdik. Leksikologiya bölməsi haqqında danışmışdıq. Bugün isə sözün həqiqi və məcazi mənası haqqında danışacaq. Sözün ilkin təsəvvür etdiyi məna sözün həqiqi mənasıdır. Sonradan qazandığı məna isə onun məcazi mənasıdır. Deməli, bugünkü mövzumuz olacaq sözün həqiqi və məcazi mənası. Deməli, uşaqlar, dedik ki, sözün ilkin mənası onun həqiqi mənasıdır, ilkin təsəvvür etdiyi məna onun həqiqi mənasıdır, sonradan qazandığı məna isə onun məcazi mənasıdır. Uşaqlar, sözün həqiqi mənasına həm də dominant məna deyilir. Necə məna deyilir? Sözün həqiqi mənasına həm də dominant məna deyilir. Deməli, dedik ki, sözün ilkin mənasına həm də dominant məna deyilir. Dominant məna gördükdə, dominant məna dedikdə bilin ki, sözün həqiqi mənasından danışılır. Gəlin görək indi sözün həqiqi mənası nədir, sözün məcazi mənası nədir? Uşaqlar, sözün həqiqi mənası dedikdə, indi mən qısa şəkildə yazacağım. Sözün həqiqi mənası, bir də sözün məcazi mənası. Uşaqlar, sözün həqiqi mənası dedikdə, məsələ, ola bilər dəmir qapı. Uşaqlar, dəmir qapı sözün həqiqi mənasında ola bilər də, dəmir qapı, dəmirdən qapı ola bilir. Amma olsa ki, dəmir yumruq, uşaqlar, dəmir yumruq ola bilməz. Dəmir yumruq ola bilməz. Aydın oldu mu uşaqlar? Deməli, dəmir qapı ola bilir, dəmir yumruq ola bilmir. Dəmir qapı həqiqi mənadadır, dəmir yumruq məcazi mənadadır. Və yaxud da uşaqlar ola bilər nə? Uşağın yatması, bir də var deyirik ki, təbiətin yatması və yaxud da ki, belə deyək də, məsəl üçün, uşaq oyandı, təbiət oyandı. Məsələ yazaq, uşaq oyandı. Bir də var deyirəm ki, təbiət oyandı. Təbiət oyandı. Sonra uşaq gizləndi. Uşaqlar, bir də deyirəm, günəş gizləndi. Deməli, uşaqlar, sözün həqiqi mənasında uşaq qaçıb gizlənə bilər. Amma günəş qaçıb gizlənə bilməz ki, günəşin batmasına günəş gizləndi deyirik. Və yaxud da buludların arxasında qalması günəş gizləndi olur. Sonra uşaqlar, bəzi elə sözlər var ki, sözün həm həqiqi, həm də məcazi mənasında düşünə bilərik. Bu hansı sözlərdir? Uşaqlar, ağır adam. Uşaqlar, bir də düşünə bilər gözü açılmaq. Gəlin, indi baxaq bu sözlərə. Uşaqlar, bir çox hallarda eyni ifadə həm həqiqi, həm də məcazi mənada düşünülə bilir. Məsələn, əgər ağır adam deyilərsə, bu ifadə həm həqiqi mənada düşünülə bilər, həm məcazi mənada düşünülə bilər. Ağır adam, biri var, çəkisi ağır adam, çəkisi ağır olan adam. Uşaqlar, bir də var deyirik, xasiyyətcə ağır adamdır. Xasiyyətcə.
xasiyyəti deməli, ağır adam sözünü həm həqiqi, həm məcazi mənada eyni anda düşünmək olar. Həm çəkisi ağır olan adam kimi götürsək, burada həqiqi məna olacaqdır. Xasiyyətcə ağır adam kimi götürsək, xasiyyəti ağır adam kimi düşünsək, burada məcazi mənada olacaqdır. İndi gəlin gözü açılmağa baxaq. Gözü açılmaq, biri var yuxudan oyanırsan, gözün açılır. Yəni göz yumuluydu, indi açdı gözünü. Bayaq yatırdı, gözü yumuluydu, indi gözü açıldı, oyaqdı. Bir də uşaq olur. Gözü açılmaq, yəni ətrafdakı hadisələrə daha diqqətli, daha həssas şəkildə yanaşmaq deməkdir. Gözü açılmaq deməli bir anda iki mənada düşünülə bilir. Həm gözü açılmaq, yəni ətrafdakı hadisələri daha yaxşı, daha dəqiq şəkildə görməsi, yanaşması burada məcazi mənadadır. Bir də var gözü açılmaq, bayaq gözü yumuluydu, yatırdı, indi gözü açılıbdı, oyaqdı. Bir də ağır adama baxırıq uşaqlar. Ağır adam, çəkisi ağır olan adam burada həqiqi mənadadır. Xasiyyətcə ağır adam burada məcazi mənada düşünülmüş olacaqdır. Sonra uşaqlar gəlin indi keçirik sözün təkmənalı və çoxmənalı sözlərə. Uşaqlar gəlin görək təkmənalı sözlər nədir, çoxmənalı sözlər nədir? Təkmənalı sözlər dedikdə, yəni yalnız bir leksik mənası olan sözlər nəzərdə tutulur. Çoxmənalı sözlər dedikdə daha çox mənası, leksik mənası olan sözlər nəzərdə tutulur. Yazaq təkmənalı və çoxmənalı sözlər. Təkmənalı sözlər dedik ki, yalnız bir leksik mənası olan sözlərdir. Çoxmənalı sözlər isə daha çox leksik mənası olan sözlərə deyilir. Gəlin baxaq görək, təkmənalı sözlər hansı sözlərdir? Uşaqlar, təkmənalı sözlər, məsələ, düşülə bilər ki, uşaq. Uşaq sözü yalnız bir leksik mənası var. Bildiyimiz ilk ağla gələn məna uşaq. Bildiyimiz uşaqlar, uşaq. Məsəl üçün, başqa bir nümunəyə baxaq. Deyirik təyyarə. Uşaqlar, təyyarə ilə bildiyimiz təyyarədir də. Bunun başqa mənası ola bilərmi? Təbii ki, xeyr. Təyyarə bildiyimiz təyyarədir. Məsəl üçün, moruq. Bildiyimiz meyvədir də. Düzdür uşaqlar, moruq. Gilə meyvədir. Amma uşaqlar, çoxmənalı sözlərdə isə mütləq məcaziliyi olur. Yadınızda saxlayın. Mütləq məcaziliyi olur. Plus da çoxmənalı sözlərdə, belə deyək də uşaqlar, 2 və daha artıq leksik mənası olan sözlərdir. Məsəl üçün deyirik ki, üz, insan orqanları, üzdür, qoldur, ayaqdır, gözdür və s. də bunların hamısı çoxmənalı sözlərdir. Çoxmənalı sözlər insan orqanları yadınızda saxlayın ki, çoxmənalıdır. Məsəl üçün nümunə göstərə bilərik nəyi? İnsanın üzü, insanın üzü həqiqi mənadadır, düzdür? Amma bir də var deyirik kitabın üzü. Kitabın üzü. Burada isə məcazi mənada olacaqdır. Kitabın üzü ola bilərmi? Xeyr, uşaqlar. Deməli, burada məcazi mənadadır. Burada olacaq həqiqi məna. Burada olacaq məcazi məna. Başqa bir nümunəyə baxaq uşaqlar. Məsələ, deyə bilərik ki, insanın başı, bir də var deyirik uşaqlar, dağın başı. Uşaqlar, insanın başı həqiqi mənaya aiddir. Dağın başı məcazi mənaya aiddir. Sonra uşaqlar, məsələ, gözəl sözünə baxaq. Gözəl mənzərə. Burada həqiqi mənadadır, gözəl fikir. Burada məcazi mənadadır. Yadda qaldım uşaqlar. Deməli, sözün ilki, hansı ki sözün yalnız bir leksik mənası olan sözlərə deyəcəyik təkmənalı sözlər və daha artıq mənası olan sözlərə
və məcazi mənası olan sözlərə isə deyəcəyik çoxmənalı sözlər. Təkmənalı və çoxmənalı sözlər haqqında bu qədər və çoxmənalı sözlər haqqında daha geniş fikir yürütmək üçün onu deyə bilərəm ki, uşaqlar, çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Bilirsiniz necə? Burada gözəl fikir yazmalıydım. Gözəl mənzərə, gözəl fikir. Aha, uşaqlar, məsələ, gözəl burada sifətdir. Necə mənzərə? Gözəl mənzərə. Burada da gözəl fikir. Necə fikir? Gözəl fikir. Burada da olacaq sifət. Gördünüzmü uşaqlar? Hər ikisində nitq hissəsi olaraq sifət kimi çıxış eləmişdi. Deməli, çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur. Müxtəlif nitq hissəsinə aid ola bilməz. Məsələn, deyirəm meyvə almaq. Uşaqlar, burada həqiqi mənadadır. Bir də var, deyirəm söz almaq. Burada isə məcazi mənadadır. Uşaqlar, almaq burada feildir nitq hissəsi olaraq. Nə etmək? Almaq. Burada da almaq sözü feildir nitq hissəsi olaraq. Nə etmək? Almaq. Gördünüzmü uşaqlar? Eyni nitq hissəsinə aid oldu. Yəni, çoxmənalı sözlər eyni nitq hissəsinə aid olur və müxtəlif nitq hissəsinə aid ola bilməz. Çoxmənalı sözlərdə mütləq şəkildə məcazilik olur və çoxmənalı sözlərdə mənalar oxşar olur. Aydın oldu mu uşaqlar? Bəzən olur uşaqlar çoxmənalı sözlərlə omonimləri qarışdırır. Yadınızda saxlayın uşaqlar. Çoxmənalı sözlərdə məcazilik olur, amma omonimlərdə məcazilik olmur. Çoxmənalı sözlər yalnız eyni nitq hissəsinə aid olur. Omonimlər isə həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olur. Çoxmənalı sözlərdə mənalar oxşar olur, omonimlərdə isə mənalar tamamilə fərqli olur. Yadınızda saxlayın. Məsələn, mən hər dərs bu dərsi keçəndə uşaqlar nümunə olaraq qaz sözünü çoxmənalı söz kimi düşünürlər. Uşaqlar, qaz sözü çoxmənalı söz deyil. Yadınızda saxlayın. Omonim sözdür. Necə? Məsələn, torpağı qazmaq. Bir də var uşaqlar, qaz bizim yandırdığımız, məişətdə yandırdığımız, istifadə elədiyimiz qaz. Və yaxud da qaz bir heyvan qaz. Quş da, yəni o mənada toyuq, cücə, toyuq hansı ki növüdür, toyuq bir növüdür, qaz. Yəni qaz biri var heyvan qaz, quş qaz. Bir də var torpağı qaz, nə et? Torpağı qaz. Bir də var məişətdə istifadə elədiyimiz qaz. Görürsünüz, mənalar nə qədər fərqlidir. Heç mənalar oxşar deyil. Pilosda bütün mənalarda həqiqi mənada çıxış eləyə bilir. Məcazi məna yoxdur. Deməli, bu söz omonim olacaqdır. Çoxmənalı söz deyil. Yadda qaldı mı uşaqlar? Çoxmənalı sözlərdə mütləq yadınızda saxlayın. Məcazilik olur. Amma omonimlərdə məcazilik olmur. Çoxmənalı sözlərdə mənalar oxşar olur. Omonimlərdə mənalar oxşar olmur. Mənalar tamamilə fərqli olur. Sonra uşaqlar götürəcək nəyi? Qızıl sözünü. Qızıl sözü götürüləndə qızıl, sırğa. Bir də uşaqlar götürəcək qızıl, xasiyyət. Uşaqlar, qızıl burada nə sualına cavab verir? İsimdir. Bəzən uşaqlar deyir, ay müəllim, qızıl necə sırğa? Qızıl sırğa, sifətdir. Xeyr, yadınızda saxlayın uşaqlar. Əgər söz material mənasındadırsa, bilin ki, burada hansı ki, necə olacaq? İsim olacaq, nitq hissəsi olaraq. Orada da isimdir, burada da isimdir. Pilos uşaqlar birində həqiqi mənadadır, birində məcazi mənadadır. Deməli, qızıl sözü burada çoxmənalı söz kimi çıxış eləyə biləcək. Bu da belə. Yəni, qızıl uşaqlar material bildirdiyinə görə isimdir. Qızıldır, poladdır, dəmirdir, ondan sonra taxtadır. Bunlar isimdir. Yadınızda saxlayın bu arada. Sonra elə bir şey qalmadı. Bütün hamısını demək olar ki, dedim. Əlavə nəysə sualınız olarsa, qeyd olunacaq nömrə əvvəldə, indi videonun əvvəlində qeyd olunacaqdır. Həmin nömrə ilə əlaqə saxlayırsınız, sualınızı verirsiniz WhatsApp-da. Mən də sizin sualınıza cavab verəcəm inşallah. Bugünlük izahımız, bugünkü dərsimiz bu qədər. Növbəti izahlarda inşallah ki, görüşərik.